Bakıda qiymətləri zarafat kimi görünən bir məkan var. Çayı 93 qəpiyə verirlər. Stəkanlı yox ha, çayniki. Bura Clock Coffee-dir. Kofe shoplarda bahadır deyə ala bilmədiyimiz məhsullar burada su qiymətinə satılır. 1 manat 81 qəpiyə cappuccino verirlər. Burada qiymətlər iki cürdür: taymerlə və adi qaydada. Siz məhsulu hər yerdə olduğu kimi standart formada ala bilərsiniz. Açıq deyim ki, obyektdə bu daha çox sərf eləyir. Amma taymerlə sifariş etsəz, burada konkret qazanan siz olursunuz. Sezar salatını 3 manat 4 qəpiyə verirsiniz. Taymerlə girişi bir nəfər üçün 6 manat, sonra isə hər saat üçün 1 manatdan hesablanır. Bilirəm, indi yazanlar olacaq ki, day eyni şey oldu ki, amma deyilmiş. Şəxsən özümüz yoxladıq. Məkanda kruasan sendviçlərin, salatların, nə bilim, kofelerin, şirniyyatların, hər şeyin dadına baxdıq. 20-dən çox məhsul sifariş edildi. Bu da sizə qiymət fərqi. Sifarişlərimiz adi qaydada hesablansa 200 manatı keçir. Amma taymerlə 116 manat eləyir. Təxminən yarı-yarı fərq var. Burada pasteramili kruasan dəhşət ləzzətli idi. Mütləq dadına baxın. Bu arada kruasanlar yerindəcə hazırlanır, isti-isti vitrinə düzülür. Başqa yerlərdə dilimi 7, 8, 10, 12 manata satılan şirniyyatlar burada 4-5 manatdır. Məkanın salonu və xudmani terrası var. Clock Coffee İqtisad Universiteti ilə üzbəyüzdə yerləşir. Əgər iqtisadi vəziyyətinizə uyğun sərfəli yer axtarırsınızsa, buranı yadda saxlayın. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.